Müharibənin növləri müxtəlifdir. Texnologiyanın inkişafı ilə əlaqədar olaraq informasiya müharibəsi də bu növlər sırasına əlavə olunub. İnformasiya müharibəsi hacker qrupları vasitəsilə aparılır. Bu müharibəyə hazırlıq sarıdan Azərbaycandakı vəziyyət həmişə maraq doğurub. Əvvəla ondan başlayaq ki, Azərbaycan kiber cinayətkarlığa qarşı beynəlxalq konvensiyanın üzvüdür. Qanunvericilikdə buna görə müxtəlif cəzalar nəzərdə tutulub. İnformasiya vasitələrinə qanunsuz daxil olma, oradakı məlumatlara müdaxilə etmə, məlumatları saxtalaşdırma, cinayətlərə görə müəyyən fəaliyyətlə məşğul olmaq hüququnun məhdudlaşdırılması, 1000 manatdan 2000 manata qədər, 3000 manata qədər cərimələr və 2 ilə qədər, 3 ilə qədər azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Bu tipli cinayətlərə nəzarət edən quruma gəldikdə isə kiber cinayətləri Azərbaycanda deməli Dövlət Təhlükəsizlik Xidmətinin, Daxili İşlər Nazirliyinin və Xüsusi Dövlət Mühafizə Xidmətinin müvafiq orqanları təqib edir bu cinayətləri. Mütəxəssislər bildirir ki, hakerlər əvvəl hücum eləyəcəyi saytda təhlükəsizlik boşluğu axtarır. Boşluq tapıldıqdan sonra isə proqramlaşma dillərindən istifadə olunur. Proqramlaşma dillərindən istifadə etdikdən sonra müəyyən bir proqramlar yaratdıqdan sonra, yəni proqramlar vasitəsilə artıq o saytı istənilən formada sındırmaq da olar, dağıtmaq da olar. Ona uyğun bir sistem olmalıdır. O sistem isə Linux olmalıdır. Linux sistemi olan Kali Linux lazım olur. Onunla birlikdə SQL injection-dan istifadə edirlər bir çox hakerlər. Və ondan da əlavə veb saytda özünə məxsus olan algoritm ilə açıqlar tapır. Və o açıqlar taparaq veb sayta sızır və ələ keçirdir. Kompüteriniza proqram yükləyərkən diqqətli olun. Mütəxəssislər qeyd edir ki, saxta və pulsuz proqramlardan istifadə etsəz, bu məlumatlarınızın əldən getməsinə səbəb ola bilər. Bəzən olur ki, antiviruslar belə tutmur. Tuta bilmədiyinə görə onların şifrələri, onunla birlikdə plastik kartları və s. kimi bilgiləri ələ keçirilmiş olur. Və mənim tövsiyəm bu ola bilər ki, çalışsınlar, crack proqramlardan istifadə etməsinlər və orijinal proqramlardan istifadə etsinlər. Hakerlərin fəaliyyəti əksər ölkələrdə qanunla qadağan olunsa da, hər dövlətin xüsusi kiber qrupu olur ki, həmin dövləti kiber hücumlardan qoruyur və informasiya məsələlərinə nəzarət eləyir. Dünya üzrə məşhur haker qrupları da mövcuddur ki, onların arasında Azərbaycan haker qrupu da var. Anti-Armenian Team bir qrupu var ki, qeyd edim ki, bu qrup dünyada haker qrupları siyahısına düşən qruplardan hesab olunur. Hal-hazırda həmən siyahıda mövcuddur. Anti-Armenian qrupu dövlət maraqlarımıza zidd olan informasiya portallarına hücumlar eləyir. Bu hücumlar xüsusi günlərdə daha da çoxalır. 20 yanvar faciəsi günündə, eyni zamanda Xocalı faciəsi günündə, 31 mart günü Azərbaycanın soyqırım günündə, yəni əhəmiyyətli günlərdə həmən qrup və yaxud da qruplar və yaxud da fərdi hakerlər Azərbaycan milli maraqlarına zidd olan informasiya resurslarına çox effektli zərbələr endirirlər. Sözü gedən qrupun fəaliyyəti bununla da bitmir. Anti-Armenian Team qrupu qeyd edim ki, Ermənistan Milli Təhlükəsizlik Nazirliyinin məxfi bazasına daxil olmuşdur və hətta bu dövlətə səfər edən gizli diplomatların da şəxsi məlumatlarını əldə edib ictimailəşdirmişdir. Belə nəticəyə gəlmək olar ki, hansısa dövlətin maraqlarına zidd olan resursları məhv edən və ölkəni kiber hücumlardan qoruyan haker qrupları bütün dövlətlərdə var. Hakerlik bacarığından kimlərəsə ziyan vurmaq üçün istifadə olunması isə yol verilməzdir. Ən azı qanun da bunun əleyhinədir.